İndi burada bir məqam vardır. Onu sizlərin nəzərinizə çatdırıram. Baxın, biz deyirik ki, burada bunu biraz aşağı hərəkət etdirim. Burada mouse.x ilə this.x bərabər deyilsə, player hərəkət etsin. Bəs player nə vaxt tam olaraq mouse'un üstünə gələcək? Əslində dx bölək 4 yazaraq, məsələn, deyək ki, məsafə 400-dür. Əvvəl 100 gedəcəkdir, daha sonra qalan 100-ün 4də 1 hissəsini getmiş olacaqdır və belə-belə hərəkət etməyə başlayacaqdır. Yəni player mouse'a getdikcə yaxınlaşır, amma riyazi olaraq tam eyni nöqtəyə çatmır. Bunu ekranda biz hiss etmirik, çünki animate funksiyası vardır ki, baxın burada animate metodu saniyədə bir neçə dəfə işləyir. Yəni bu kiçik dəyişiklikləri biz gözlə görə bilmirik. Player artıq mouse'a çox yaxınlaşanda etdiyi hərəkət o qədər kiçik olur ki, ekranda sanki yerində dayanmış kimi görünür. Amma əslində bizim gördüyümüz, baxın, bu fiqur hələ də hərəkət etmiş olacaqdır.